Şəmkirdə daha bir yer var ki, o da tarixi abidə kimi qorunur. Bu körpüdür. Əhməd Hardadır filmindən hər kəsə çox yaxşı tanış olan körpünü deyirəm. Körpünü bir var filmdə görəsən, bir də var öz gözünlə. Biz də illərin körpüsünü bir daha sizə tanıtdırırıq. Belə görüm, çəkin elə. Dayan! Vurma! Ver bura. Nərgiz xala! Sizin Əhməd gəlib! Hə? Anacığım. Oğlum! Bala! Ana! Ana. O kız Leyla'dır. Hə, odur. Bəli, hörmətli tamaşaçılar, gördüyünüz Azərbaycan kino studiyasının istehsalı olan məşhur Əhməd Haradadır filmindən bir epizod da bax bu körpünün üstündə gerçəkləşib. Təbii ki, səyyahın məqsədi, məramı nədir? Axtarıb araşdırmaq. Şəmkirdə biz hələ də axtarırıq, araşdırırıq. Və belə tarixi yerlərlə təbii ki, üzləşmişiksə, hələ Şəmkirdə çox maraqlı yerlərin şahidi olacağımıza biz əminik. Amma hal-hazırda yenə də xatırladım, hal-hazırda bu körpü, hörmətli tamaşaçılar gördüyünüz kimi istifadəsiz haldadır. Çünki yeni ikinci körpü inşa olunduğu üçün bu sadəcə tarixi bir əsər kimi saxlanılır. Bunlar hamısı Şəmkirdə Çınarlı kəndində idi.